Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bugün biz sizə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bir hədisini qısa şəkildə izah edəcəyik. Səhih hədisdə rəvayət edilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vida həccindən geri qayıtdıqda Qədir Xumda sahabələrə xütbə vermiş və belə buyurmuşdur. Ey müsəlmanlar, sizə iki şeyi qoyub gedirəm. Onlardan biri Allahın kitabıdır. O kitabda hidayət və nur vardır. O kitabda buyurulanlara əməl etməklə ondan möhkəm yapışın. İkincisi isə əhl-i beytimdir. Sizə əhl-i beytimin qeydinə qalmağı tövsiyə edirəm. Sizə əhl-i beytimin qeydinə qalmağı tövsiyə edirəm. Sizə əhl-i beytimin qeydinə qalmağı tövsiyə edirəm. Hədisdən aydın başa düşülür ki, Quran-ı Kərim hər bir müsəlmana əziz olduğu kimi, Peyğəmbər sallallahu aleyhi və səlləmin əhli beyti də hər bir müsəlmana əziz olmalıdır. Hər bir müsəlman Peyğəmbər sallallahu aleyhi və səlləmin əhli beytini tanımalı, onları layiqincə sevməli, onlara layiqli ehtiram göstərməli, adlarını xoş xatirələrlə yad etməli və bir də adlarını çəkəndə onlar üçün dua etməli. Allahdan xeyir, dua, bərəkət diləməlidir. Uca Allah hər bir müsəlmana namaz qıldıqda əhl-i beytə salavat deməyi əmr edib. Allahdan onlar üçün bərəkət diləməyi buyurub və beləliklə də onları sonraki nəsillər arasında dillər əzbəri edib. Diqqət edin, əgər yer üzündə olan müsəlmanlar, 2 milyard müsəlmanın heç olmasa 1 milyardı namaz qılırsa, gündə 5 dəfə namaz qıldıqda, 2 rükətli namazlarda 1 dəfə, 3 və 4 rükətli namazlarda 2 dəfə, yəni cəmi 9 dəfə Allahümmə salli alə Muhammedin və alə əli Muhammed, Allahümmə bərik alə Muhammedin və alə əli Muhammed deyə dua edirlər. Allahdan Peyğəmbər sallallahu aleyhi və səlləmin əhli beytinə xeyir, dua, bərəkət diləyirlər. İndi bir düşünün. Demək, 9 rəqəmini vurursan 1 milyarda edir 9 milyard və bunu da 1 ilə, yəni 365 günə vuranda görürük ki, il ərzində müsəlmanlar 3 trilyon 285 milyard dəfə əhl-i beytə salavat deyir, Allahdan onlara xeyir, bərəkət diləyirlər. Cəmi 1 il və sadəcə fərz namazlarında, bundan əlavə nafilə namazları var. Həmçinin ayrıca moizələrdə, xütbələrdə, söhbətlərdə əhl-i beytin adı çəkildikdə onlara olan o dualar var. Saysız hesabsızdır. İndi bir düşünün, 15-100 il ərzində müsəlmanlar əhl-i beytə nə qədər dua edib və bundan sonra qiyamətə dək nə qədər dua edəcəklər. Bu da əhl-i beytin olduqca fəzilətli insanlar olduğuna dəlalət edir. Olduqca fəzilətli insanlar olduğuna dəlalət edir. Allahdan istəyimiz buyur ki, bizə Peyğəmbər sallallahu aleyhi və səlləmi, onun əhl-i beytini və sahabələrini layiqincə sevməyi, qiyamət günü onlarla bərabər məhşərdə həşr olunmağı və nəhayət cənnətdə onlara qonşu olmağı nəsib etsin. Subhanək Allahumma və bihamdik, əşhədu ən la iləhə illə ənd, əstəğfiruka və atubu ileyk.